Qazan xanın tam formada həyata keçirdə bilmədiyi islahat hansıdır? Yarımçıq islahatı. Məhkəmə islahatı idi. Məhdud formada həyata keçirmiş, düzdür. Bəs yaxşı, məhkəmə islahatı keçirməkdə əsas məqsədi nə idi? Deməli, qazi vəzifəsinə ədalətli xadimlərinin gətirilməsi. Daha sonra? Deməli, məhkəmə prosesindəki özbaşınalıqların qarşısını almaq, alqı-satqı işlərində qayda qanun yaratmaq. Bəli. Bəs yaxşı, qazı vəzifəsinə gələnlər layiqincə yerinə yetirəcəyi təqdirdə qəbz alınırdı, kağız alınırdı. Qəbz alınırdı. Belə bir qəbzlərdən biz başqa bir mənada da işlədilən qəbzlər keçmişik. Məsələn, qəbalə var, bir də yarlıq var. Bunları necə fərqləndiririk? Deməli, qəbalə vergi yığmaq üçün idi. Bu, feodal dövlətlərdən sonra keçmişdik bunu. 9-11-ci əsrlər, bəli. Yarlıq Azərbaycanda Monqol ağalığı dövründə öz imarətlərin də öz idarəsini həyata keçirmək üçün icazə alırlar. Yerli feodallar öz müalicənələrini idarə etmək üçün, xüsusilə bu hansı dövrə düşür? 1239-56. Ali Monqol xaqanlığı dövrü. Həmin vaxtda Ali Monqol canişini kim idi? Arqun xan. Arqun ağa idi. Bəs Arqun ağa yerli feodallara arxalanırdı, yoxsa köçərlərə? Köçərlərə, yerlilərin onlardan asılılığını gücləndirmək istəyirdi. Bəli, köçərlərə arxalanma siyasəti yeridirdi. Monqolların yürüş ərəfəsində Azərbaycanda ümumi vəziyyət necə idi? Feodal pərakəndəlik idi, vahid dövlət yox idi. Özbək artıq özünün iştirakı olmadan belə dövlət məsələləri həll olunurdu. Yəni Eldənizlərdə də vəziyyət ümumiyyətlə pis idi. Həmin vaxtda tək Eldənizlər dövləti yox, başqa hansı dövlətlər olub Azərbaycanda? Şirvanşahlar, Aksunqurilər, Əhəb məlikləri. Bəli, bir də Əhəməliklər. Əhəməliklərinə xütbə oxuduran öz adına pul kəsilən kim olmuşdu? Atabəy Məhəmməd Can Pəhləvan. Can Pəhləvan da olmuşdu. Can Pəhləvanın dövründə geniş işğalçı siyasət həyata keçirilib? Ərazi genişləndirmə siyasəti olubmu, deyə bilərikmi? Hər hansı bir ərazinin işğalı, məsələn, o Mosul idi, Fars idi, xüsusilə onları qatmışdı. Olubdur. İraq Səlcuq sultanlarının torpaqlarını belə tabe etmişdi. Deməli, olubdur. Aha. Bəs yaxşı, öz mövqeyini möhkəmləndirmək üçün, dövlətin siyasi idarə etməsini gücləndirmək üçün hansı tədbir həyata keçirilir Can Pəhləvan? Deməli, öz yaxın adamlarını vəzifəyə gətirir. 50 min qoşun yaradacaqdır. Güclü ordu. Bir də güclü ordu sistemi, bir də Təbriz Azərbaycan dairəsində qardaşına verəcəkdir. Daha sonra torpaq paylama siyasəti. İqta torpağı, bəli. İqta torpağı bunların dövründə biz irsi deyəcəyik, yoxsa şərti deyəcəyik? Atabeylərin dövründə yox, şərti idi. Əlbəttə ki, şərti torpaq sahibliyi deyəcək. Bir dənə biz kimin dövründə, kimlərin dövründə irsi torpaq sahibliyi demişik? Tərəflərdə iki formatı var idi onun. Bir də Səlcuqlarda deyir, axırlarda artıq onlar irsi xarakter daşıyırdı, tabi olmurdular hakimiyyətə. Bəli, Səlcuqlarda Məlikşahın zamanında irsi formada deyirik. Bir də ki, ərəblərin dövründə irsi formada bir müddətlik icarəyə verilən bir formada biz bu torpağın adını icarəyə və bağışlanan formasını, daha doğrusu bağışlanan irsi deməkdir. Bir də orada demişdik. Bəs yaxşı, Qazan xan da iqta torpağı verilirdi, düzdürmü? Qazan xan verdiyi iqta torpaqlar şərti yoxsa irsi formada verilirdi? Şərti, çünki öləndən sonra onun işini davam etməkdən xəlifə keçirdi. Bəli, bəs yaxşı, bu iqta torpağı hansı torpaqlar hesabına verilmişdi? Divan, İnci, Bayraq. Bəli, İnci və Bayraq torpaqları hesabına verilirdi. Tamam. Naxçıvan memarlıq abidələrini say. 12-ci əsr. Deməli, Yusif ibn Cüzeyr, Nəxatın, sonra Qoşa Minarə, Darülmülk, Eldənizlər Sarayı var idi. Marağada Göy günbəz, o da onun əsasında tikilmişdi. Urmiyədə 3 günbəz. Amma bunlar Naxçıvan memarlıq üslubunda inşa olunmuşdu. Marağada Göy günbəz. Culfada sərdabələr vardı. Culfada indi sərdabələr bu Naxçıvan ərazisindədir. Amma Naxçıvan memarlıq üslubunda inşa olunmuşdu. Bəli. Deməli, bir də Cümə məscidi vardı. Naxçıvan Cümə məscidi. 12-ci əsrin Cümə məscidi Naxçıvandaydı. 11-ci əsrin Cümə məscidi hardadır? Ərdəbildə. Və 8-ci əsr? Deməli, 8 bir dəqiqə deyəcəm, Şamaxıda ərəblər dövründə. Ərəblər dövründə idi. Bir dənə də Sınıqqala məscidi var. Bu hardadır? Hansı dövrə aiddir? O da Bakıda, 1078-1079-da Bakı rəisi Məhəmmədin sifarişi ilə tikilmişdi. Bəli. Bəs Əş qalası nə idi? Deməli, bu Tacəddin Əlişah Elxani vəziri inşa etdirmişdi.
məscid idi. Amma deyir hücumlar zamanı insanların sığındığı qala rolunu oynayırdı. Aha, bəli. Düzdür. Ondan sonra əvvəlcə bu Əlişah məscidi məscid formasında dini ibadətgah kimi inşa olunmuşdu. Amma sonrakı gedişatlarda sığınacaq yerinə çevrildiyinə görə olur Ərş qalası. Bir dənə biz Əlincə qalası keçmişik. Bu hansı dövrdür? 9-cu əsr. 9-cu əsr Naxçıvanda inşa olmuş Əlincə qalası. Ondan sonra Teymur tərəfindən tutulmuş olacaq, tabe edilmiş olacaq 1400-cü ildə. Tamam. Daha sonra Monqolların 2-ci yürüşü dövründə tutularaq dağıdılan şəhərlər say. Hansı şəhərlər ələ keçirilib 2-ci yürüş dönəmində? Demək, 2-ci yürüşdə ələ keçirilən şəhərlər Marağa, Təbriz, Gəncə, Şəmkir, Tovuz, Bərdə, Beyləqan, hətta Bakı, bir də 39-a Dərbənd. Dərbənd idi, Şirvan idi, Bakı idi, Dərbənd idi. Bəli, bunlar hamısı tutulmuşdu. Bir dənə bu şəhərlər içərisində dağıdılmayan bir şəhər var. Ümumiyyətlə o şəhərə heç dəyib toxunulmamışdı. Söhbət hansı şəhərdən gedər səncə? Bu yürüşdə yoxsa? 2-ci yürüş dönəmində, bəli. 2-ci yürüşdə. Məntiqcə bir dənə düşünsən, biləsən ki, söhbət hansı şəhərdən gedir. Dağıtmır, istifadə eləyəcək oradan hətta. Dərbənd, Təbrizdən. Təbriz idi. İndi Dərbəndlə bağlı da bir məlumatımız yoxdur, dağıdıb dağıtmamasından bağlı. Orada indi səd var. Yəqin ki, orada da heç dağıntı çox da törətməzlər. Çünki Dərbənd keçidi var axı, orada səd var idi. Amma faktiki Təbriz şəhərinə, bəli, Təbrizə heç dəyib toxunmamışdı. Orada hətta sənətkarlar belə götürüb aparmışlar öz paytaxtlarına. Yəni hara? Qaraqoruma. Qaraqoruma götürüb aparılmışdı, bəli, paytaxt şəhəri idi. Tamam. Daha sonra, deməli, Monqolların 1-ci yürüşü zamanı dedi ki, Monqollara qarşı iki dövlətin birliyi var idi burada, ittifaqı var idi. Demək, 4-cü Georgi ilə Atabey Özbək. Özbək idi. İndi biz buradan hansı qənaətə gəlir? Deməli, Eldənizlər dövləti ilə Gürcülər arasında yalnız və yalnız düşmənçilik münasibəti yox, hətta onlar arasında çox qısa bir müddətli ittifaq münasibəti belə olmuşdu. Bu da Özbəyin zamanında. Özbək ümumiyyətlə Özbəyin dövründə Eldənizlər dövləti kimlərin hücumuna məruz qalıb? Gürcü, Monqol, Xarəzmşah. Xarəzmşahlar idi, Monqollar idi, bir də Gürcülərdi, bəli. Həm də Gürcülərlə biz dostluq münasibətinin, yəni çox qısa müddətli hərbi ittifaqın olduğunu da vurğuladıq. Amma təbii ki, bunun üstü açıldı və ayrı-ayrı hər iki tərəf məğlub edilmişdi. Yəni Monqollar biz vurğuladıq ki, həm Gürcülərlə döyüş aparıbdı, həm də Eldənizlərlə də, Özbəklə də döyüş aparmışdı və Özbəyi də məğlubiyyətə uğratmışdı. Sadəcə olaraq yenə də Təbrizə dəyib toxunmurlar, çünki Şəmsəddin Tuğrayı dərhal xərac verməklə dağıntılardan xilas etmişdi. Tamam, bəs yaxşı. Bax, Xarəzmşah Cəlaləddin Azərbaycana hücum eləmişdi, düzdürmü? Deməli, ilk dəfə bəs desək ki, Xarəzmşahların Azərbaycana hücumu hansı dövr götürərik ilk dəfə? 1194. 1194-cü ildə. Kim idi orada yürüş eləyən? Xarəzmşah Təkəş. Təkəş idi, bəli. İlk dəfə yürüş eləyən 1194-cü ildə o olmuşdu. Yaxşı, daha sonra bəs burada nəticə necə olur? Hansı şəhərlər ələ keçirilir Təkəş? Reyhəmədan. Reyhanadan, bir də İsfahan deyə bilərik. Aha, bu torpaqları ələ keçirmiş. Tamam. Bəs bu ərazilər sonra nə zaman azad eləyəcək? 1197. Kimin dövrü idi həmin dövr? Əbubəkir. 1197-də hansı döyüş? Elə Həmədan. Həmədan döyüşü idi. Bəs yaxşı, bu Həmədanın idarəçisi burada uğur qazanacaq da, Həmədanın idarəçiliyini kimə verəcək? Özbək. Həmədan ilk dəfə qardaş Özbəyə verir, bəli. İlk dəfə hansı dövlətdə paytaxt şəhəri olur? İlk dəfə olaraq biz hansı dövlətdə keçirik Həmədanın paytaxt statusu alması? Əslində əvvəllər Midiya da vardı. El oldu. İlk dəfə Midiyada. Midiyadan sonra isə hansı dövlətdə keçirik? Midiyadan sonra biz harada keçdik bunu? Eldənizlərdən qabaq vardı. Eldənizlərdən nə qabaq var? Midiyanın varlığına kim son qoyur? Midiyanın varlığına Həmənli. Sonra da Həmənlilərin paytaxtı olacaq da, Ekbatan şəhəri kimi tanıyaq da biz. Bəli, indi sən Deyok'u dedin, 8-ci əsr nümayəndəsi, düzdür. Yazırlar, ümumi tarixdə bu keçərli ki, Deyok tərəfindən dövlətin əsas qoyulub. Amma indi biz bunu keçmədiyimizə görə biz vahid dövlətin formalaşmasını keçirik Kaştarti tərəfindən, elə ondan sonra da Ekbatan paytaxtı olduğunu vurğuluyoruz. Bəli, Midiyada ilk dəfə Ekbatan və yaxud da Həmədan şəhəri, sonra Əhəmənilərdə keçirik. Əhəmənilərdən sonra da biz Eldənizlərdə keçirik də, həmin bu Həmədan şəhərinin paytaxtı olması. Ondan sonra hansısa dövlətdə biz Həmədan adını çəkmirik. Sonraki gedişatlarda İsfahanla tanışıq ki, İsfahan hansı dövlətdə paytaxt şəhəri olub? Deməli, Səlcuqlarda,
Səfəvilərdə. Bir də Səfəvilərdə keçirik. Bəli, İsfahan şəhərinin paytaxt olması. İnci torpağını bayaq adını çəkdin. Nə torpağı idi bu İnci torpağı? İnci demək xan ailəsinə məxsus torpaqlar. Hökmdar ailəsinə məxsus torpaqlardır. Bəs Azərbaycanda necə adlanır belə torpaqlar? Xas və ya xalisə. Xas və ya xalisə torpaqları hesab olunurdu, bəli. Hətta buna əmlaki xassə, xanədan torpağı da deyə bilərik biz. Yəni bir neçə müxtəlif adlarla tanış ola bilərik. Bəs Monqollar tərəfindən Rey və Həmədanın tutulması nə vaxtda düşür? Təxmin bir dövr deyəcəyik. Rey və Həmədan. Təxminən bəli. Bəli, 1231-ci ildə. Onların da yürüş xəbərini eşidərək Azərbaycanı tərk edən kim olmuşdu? Xarəzmşah Cəlaləddin. Cəlaləddin olmuşdu. Bəli, Azərbaycan torpaqlarını tərk edir. Deyir Kiçik Asiya tərəf geri çəkilmiş olacaq. Və elə ondan sonra da Xarəzmşahlar dövləti süqut edir 1231-ci ildə. Xarəzmşahın ölümündən sonra, Cəlaləddin ölümündən sonra. Amma bu dövlətin süqut etmə səbəbi Monqollarla bağlı deyil. Sadəcə Monqollarla mübarizə aparmış və dövlətin avarına son qoyulmuş. Monqollarla ümumiyyətlə bir müddət onların mübarizəsi olub. Amma süqut səbəbkarı Monqollar deyildi. Çünki məlum məsələdir, Monqollar həmin vaxtda fikirləri ancaq Azərbaycana yönəlmişdi. Tamam. Bəs yaxşı, yalançı Monqol ulusluğu, 5-ci Monqol ulusluğu deyəndə hansı dövlət nəzərdə tutulur? 5-ci Monqol Hülaki. Elə Hülakilər dövləti nəzərdə tutulmuşdu. Bir də Bahadur ləqəbi almış hökmdar. Əbu Səid. Əbu Səid olmuş. Neçənci ildə alır bunu? 1919. 19-cu ilə. Buna da diqqət yetiririk, nəyə fikir veririk? Yəni, birdən yazarlar ki, Bahadur Əbu Səidə aid olan xüsusiyyətləri seçin. Hansı hadisədən sonra götürərik biz bu ifadəni? 1319 Sultaniyə qiyamət nədir? Sultaniyə, sonra hansı ərazilərdə yatırılmışdı bu qiyamlar? Naxçıvan, Sultaniyə, Gürcüstan. Gürcüstan, bəli. Bu üç ərazidə üsyan olur. Bu üsyan yatırır və üsyanları yatırdıqdan sonra Bahadur ləqəbi alır. Yəni, biz Gürcüstanda üsyan, ondan sonra ondan qabaqki proseslər, Naxçıvanda üsyanın yatırılması, bunların heç birini biz Bahadur Əbu Səid deyə bilmərik. Bahadur Əbu Səid deyilən kimi o dəqiqə bu üsyanlardan sonraki proses nəzərdə tutulacaq. Bunları nəzərimizdə saxlayırıq.